Dualarınızda bunu dilinizə gətirin. Ümumiyyətlə Allahın əzəmətini çox zikr eləyin əzizlər. Baxın Allaha bilirsiniz nə deyin? Deyin ki, elə dualarda da belə keçir. Elə Əbu Həmzə Somalidə də var bunlar, İftitahda da var. Elə hey Allahın əzəmətini sayır. Sən də bunu bil elə. Dualarında deyin: "Ey əzəmətli Allah, ey böyük Allah, ey izzətli cəlallı Allah. O əzəmətindən gəlib necə mənə baş qoşursan, tövbə qapısı açırsan, mehribanlıq eləyirsən, başıma sığal çəkirsən, özünü mənə arxa dayaq kimi tapşırırsan. İlahi, bax bu namaz var ha, oturmuşam namazda, can namazın üstündə. Bu sənin ağuşundur." Bilirsiniz, insan namazda oturub, oturdu, namaz qıldı. Elə bil ki, Allahın ağuşundadır, Allahın ətəyindədir. Əlimi dərgahına qaldırmışam. Elə bil ki, mənimlə üzbəyüz səninlə danışıram. Məni eşidirsən. Əgər bizim bəsirətimiz açıq olsa, görərik ki, sanki Allah deyir ki, buyur mənim bəndəm, buyur. Başqa söz. O bizə diqqətlə qulaq asır. Bizi hörmətlə dinləyir. Və bütün sözlərimizə deyir: "Ud'uni əstəcib ləkum, əstəcib ləkum." Çağır məni, çağırırsan, əstəcib ləkum, cavab verirəm sənə. Qəbul elədim, yaxşı. Onu da həll eləyərəm. Onu da həll eləyərəm. Allahu Əkbər. Allahu Əkbər. İnsan Allahın ağuşundadır. Ona görə də elə hey desin ki, ey yerlərin, göylərin sahibi. Ey tanıya bilməyəcəyimiz qədər əzəmətli olan varlıq. Ey qüdrətli, ey izzətli. Ey hər şeyə qadir olan. Ey heç kəsin təsəvvür eləyə bilmədiyi qədər qüdrətli olan Allah. Mənimlə nə işin var sənin? Necə mənim nazımdan oynursan? Bu qədər günah eləyirəm, sənə söz verirəm, sözümdən çıx. Deyirəm, ilah, bir də eləməyəcəm, bir də eləyirəm. Deyirəm, səni zikr eləyəcəm, eləmirəm. Namazda dururam ki, güya sənə bəndəlik eləyirəm, amma eləmirəm bəndəlik. Qaçıram səndən, səni aldatmağa çalışıram. Amma sən məni qovursan, heç vaxt qovmursan. Bax, belə olanda insan Rəbbi də hiss eləməlidir. Rəbbi hiss eləmədən ibadətlərimiz sıxıcıdır, namazın qurtarmağını gözləyirik. Qəsr namazları bizə xoş gəlir ki, 2 rükətdir, 4 rükətdir namazdır. Yəni bir namaz 4 dəqiqə çəkir, biz o 4 dəqiqə yox, 2 dəqiqə olanda sevincli olur. Bu nə dindarlıqdır, bu nə bəndəlikdir, bu nə qəflətdir, bu nə cəhalətdir.